Sizə həmçinin nəsihət edirəm. Xüsusilə də aranızda ailəsi olanlara ki, öz ailənizi və qız oğlan uşaqlarınızı qoruyasınız. Onlara diqqət yetirin və bazarlarda onlara yaraşmayan şeyləri etmələrinə, pis filmlər izləmələrinə və buna bənzər hallara mane olun. Çünki kitab və sünnənin dəlalət etdiyi mənaya əsasən, siz onlar barəsində məsuliyyət daşıyırsınız. Uca Allah buyurur: Ey iman gətirənlər, özünüzü və ailələrinizi, yanacağı insanlar və daşlar olan oddan qoruyun. Onların üzərində amansız sərt mələklər vardır. Onlar Allahın əmr etdiyini əsla tərk etməzlər və onlara əmr olunanı yerinə yetirərlər. Onlar təbiətcə sərt, bədəncə möhkəm və qüvvəlidirlər. Allahın əmr etdiyini əsla tərk etməzlər və onlara buyurulanı yerinə yetirərlər. Peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun, buyurmuşdur: Kişi öz ailəsi üzərində nəzarətçidir və nəzarəti altında olanlardan məsuliyyət daşıyır. Qadın da ərinin evində nəzarətçidir və o da öz nəzarətində olanlardan məsuliyyət daşıyır. Uşaqlarınıza, mal dövlətinizə nəzarət etdiyinizdən daha çox nəzarət edin. Çünki mal dövlətə nəzarət edib onu qorusanız belə, o ya sizin həyatınız müddətində tükənəcək, ya da ölümünüzdən sonra başqasına, varisə çatacaq. Amma övladlarınız bunun əksidir. Əgər uca Allah onları islah edərsə və sən onların islahına səbəb olsan, onlar üçün xeyirli bir nümunə olarsan. Peyğəmbərin bu sözünə qulaq asın. İnsan vəfat etdikdə onun əməli kəsilər. Yalnız 3 şey istisna edilər: davamiyyətli sədəqə, fayda verən elm və onun üçün dua edən əməli salih övlad. Ailənizi qoruyun, övladlarınızı qoruyun.